Əsas odur ki, metroya yaxındır, gedib gəlmək də rahatdır. Əyləş. Ürəyinci olmayan nəsə var? Yox, hər şey yaxşıdır. Niyə ürəyimci olmasın ki? Amma biraz... Payın çox olsun Ayşənin, cibin dolu olsun. Amma baxma da adam yeni özünü narahat hiss edir. Bu qiymət hədiyyə olmur axı. Bu bir. İkincisi, mən yazıq heç vaxt belə hədiyyə görməmişəm axı. Ona görə bilmirəm nə deyim, özümü necə aparım. Heç nə demək lazım deyil. Xahiş edirəm, özünü də rahat hiss elə. Rahat olmağım üçün bir şey xahiş edə bilərəm. Əlbəttə. Olar bu evi olmayın adına keçirəsən. Bax, onda mənim canım rahat olar. Belə də adı, ünvanı da düzgün olar. Sən yoldaşına hədiyyə edirsən, mən də qızımın evində kalıram. Ürəyin necə istəyir, Həmid kişi? Ay, sağ ol. İndi sür. Sür, hara istəyirsən gedək. Çox sağ ol. Sağ ol. Gecəniz xeyrə qalsın. Xeyrə qarşı. Hə, eşidirəm. Nə demək istəyirdin? Elza, Sənan dedi ki, evdə hələ təmir gedir. Orada hələ ki yaşamaq mümkün deyil. Yəni... Ürəyim çəkildi. Nə demək istəyirsən? Yəni bir həftə, 10 gün atam burada qalsa, sən etiraz eləməzsən. Etiraz eləsəm də, sən onsuz da bir yol tapıb saxlayacaqsan. Ona görə də ən yaxşısı səsimi çıxartmayım. Həm də bir həftə deyirsən də. Dözmək olar. Çox sağ ol. Sən sağ ol. Mən də gedim Zeynəbin könlünü alım. Səhər tezdən yazın xətrinə deydim. Gəlmək olar? Gəlin Elza xanım, buyurun. Atası gələndə saat neçə idi? Hardasa saat 5-6 olardı. Nə danışırdılar? Nəsə eşitmədim. Eləcə qızına tapşırıq verirdi. Sözünün əvvəli də axırı da tapşırıq idi. Nə deyirdi ki? Dedi, qızım, sən həyat yoldaşına bir hörmət edirsənsə, gərək baldızına 5 dəfə artıq hörmət eləyəsən. Dedi, o sizdən yaşda böyükdür. Hər nə desə, gərək sənin bir cavabın olsun. Baş üstə, baş üstə. Hətta. Mən eşitdiyimi deyirəm, Elza xanım. Amma ev barəsində bir şey demədi. Yox, mən eşitməmişəm. Oldu. Gecən xeyrə. Xeyrə qarşı.
Axşam nə yaman gec gəldiniz? Şulu qış tutmuş adamlar kimi nə qımışırsan? Dillən görüm. Deyirəm ata. Amma xahiş edirəm. Çox xahiş edirəm. Hövsələsizlik eləmə. Axıra kimi qulaq as. Cavabında bir də xahiş edirəm. Fikirləş, təmkinlə cavab ver. Həddə görüm nə deyirsən. Axşam könlü də götürdüm, getdik Şəmsin yanına. Evinə getmədik ha. Bilmirəm, xəbərin var ya yox. Şəmsi restoranda işləyir axı. Getdik ora. Anaya görə getdim də hayata. Dünən sənə dedim axı, ananın özündən getməyinin səbəbi... Ha, əvvəla sən qələt eləyib onun yanına gedibsən, bu bir. İkincisi, qızı niyə aparmışdın? Könül hansı ağılla gedib çıxmışdı ora? Qorxdu, Qorxdu ki, gedib dalaşaram. Bəs nəyə getmişdin? Hayata, xahiş edirəm. Gəl daşı tökün ətəyinizdən. Gəlin dil tapaq, barışaq. Bu qızı bədbəxt eləməyək. Baharın təravətini hiss et. Yenilənmənin dadını çıxar. İndi Salitondan məişət və